ərazi bütövlüyü hüququnun xalqların öz müqəddəratını təyin etmə hüququndan üstün olması ilə bağlı Tokayevin mövqeyi ilə razılaşmıram. Bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Kommersant nəşrinə müsahibəsində bildirib. Lavrov qeyd edib ki, bu BMT prinsiplərinə ziddir və dünya nizamına qarşıdır. Qazaxstan prezidenti Kasım-Jomart Tokayev isə hesab edir ki, xalqların öz müqəddəratını təyin etmə hüququ əsas götürülsə, dünyada xaos yarana bilər. Analitiklər isə hesab edir ki, Qazaxstan prezidenti Kasım-Jomart Tokayevin bu ifadəsi onun haqlı narazılıqlarından xəbər verir və əsassız da deyil. Bəzi ekspertlər isə fikirləşir ki, bu həm də Krımın ardınca yeni münaqişə zonalarının məhz postsovet məkanında yaranma ehtimalını istisna eləmir. Bir sözlə nə baş verir, izləyək. Siyasətçilər arasında mübahisə ərazi bütövlüyü hüququ ifadəsi üzərində düşüb. Qazaxstan prezidenti Kasım-Jomart Tokayev hesab edir ki, dövlətin ərazi bütövlüyü hüququ millətin öz müqəddəratını təyin etmə hüququndan üstündür. Rusiyanın Xarici Siyasət İdarəsinin rəhbəri Sergey Lavrov isə bildirib ki, hər bir dövlətin ərazi bütövlüyü hüququ kimi o dövlətdə yaşayan hər bir xalqın da öz müqəddəratını təyin etmə hüququ var və bu hüquq BMT nizamnaməsi ilə də təsbit olunur. Mən onunla razı deyiləm. Biz sonradan Qazaxlı dostlarımıza mövqeyimizi izah etdik. Onun üçün yalnız ərazi bütövlüyü hüququ var. Dövlətlər arasında münasibətlərin prinsipləri haqqında bəyannamədə məhz nə yazılıbsa, orada da belə olur. Məhz hökumətləri müəyyən ərazidə yaşayan bütün insanları təmsil edən dövlətlərdə ərazi bütövlüyünə hörmət edilir. Qazaxstan prezidentinə görə BMT nizamnaməsinin millətlərin öz müqəddəratını təyin etmə prinsipi ilə ərazi bütövlüyü qətnaməsi bir-biri ilə ziddiyyət təşkil edir. Ona görə də ərazi bütövlüyü hüququ xalqların öz müqəddəratını təyin etmə hüququndan üstün olmalıdır. Tokayevə görə əgər insan yalnız öz müqəddəratını təyin etmə hüququnu rəhbər tutsa, o zaman bütün dünyada eyni anda yüzlərlə regional münaqişə alovlana bilər. Analitiklər hesab edir ki, Tokayevin 2022-ci ildə dilə gətirdiyi bu fikrin Rusiyanın Ukraynada əldə etdikləri fonunda yenidən gündəmə gəlməsi təsadüfi deyil və yeni münaqişə ocaqlarının yaranacağından xəbər verir. Şu anda Birleşmiş Milletler'de 193 tane ülke var. Eğer her halk kendi bağımsızlığını elde eder ve self determinasyonla bağımsızlığını elde ederlerse 600'den fazla ülke ortaya çıkar. Bu da kaosa sebep olur. Putin'in beklediği ateşkes ve ilerleyen aşamadaki barış aşamalarından sonra Kafkaslar ve Türkistan coğrafyası ile daha önce Sovyet Sosyalist Cumhuriyetler Birliği'ne bağlı olan Doğu Avrupa ülkelerine siyasi ve ekonomik baskılarla otorite tesis etmeye çalışacağı anlaşılmaktadır. Zira yeni dünya sistemi inşa edilirken Rusya'nın eski gücünde olduğunu tekrar ispat için Putin yeni politikalar uygulamaya sokarak siyasi, ekonomik ve minimum baskı politikalarını devreye koyarak Rusya'nın güçlü olduğunu ispat etmeye çalışacaktır. Шутливый, дружеский спор. Bu dostyanə mübahisə olsa da beynəlxalq siyasətdə mövcud ciddi problemlər əks etdirir. Lavrov hesab edir ki, dövlətlərin ərazi bütövlüyü vacibdir və bu BMT nizamnaməsinə uyğun olmalıdır. Ancaq vətəndaşların öz müqəddəratını təyin etmə hüququna da hörmətlə yanaşılmalıdır. Vaxtilə Amerikalıların Britaniya imperiyasından ayrılma səbəbi də bu olub. Yeri gəlmişkən Azərbaycan da Qarabağı BMT prinsiplərini əsas tutaraq azad edib. Buna görə də beynəlxalq ictimaiyyət onu dəstəklədi. Tokayevə gəlincə o biraz qorxur və təkcə o yox. Bir çox postsovet dövlətləri qorxur ki, Rusiya ayrı-ayrı dövlətlərdə yaşayan xalqların və ayrıca rus dilinin kifayət qədər təmsil olunmaması prinsipindən istifadə edə bilər. Rusiya öz qoşunlarını Ukraynaya da bu səbəbdən göndərib. Qazaxstanda isə yaşayanların demək olar ki, yarısı ruslardır və gələcəkdə bunun təkrarlanma ehtimalı ola bilər. Məlumdur ki, Astana özü ölkənin şimal bölgələrində separatçı əhval-ruhiyyədən qorxur. Belə ki, bu ərazilər tarixən Rusiya qazaxlarının ərazisi olub və yalnız Sovet İttifaqına görə Qazaxstanın tərkibinə daxil olublar.